Paylaşım edirlər ki, torpağın iyisisi belə getdi, pH-ı belə getdi, nə bilim, ədəbiyyat belə getdi, obrisi belə getdi. Yəni mən o paylaşımlara baxıram, yəni konkret olaraq başa düşə bilmirəm ki, yəni necə bir şəkildə ümumi torpaq elminə uyğun olaraq, yəni belə ümumi torpaq ədəbiyyatlarına uyğun olaraq qərarlar verirlər. Yəni burada konkret görünməyən nədir ki, yəni demək istədiyim damlamadan su axır, konkret lokal bir nöqtəyə axır. Tutaq ki, oradan mən verirəm ora hektara tutaq ki, nə bilim 100 qram maf verdim. 100 kilogram maf verdim, 50 kilogram maf verdim və yaxud nə bilim MKP verdim və yaxud kalium nitrat verdim, azot verdim, fərqi yoxdur da, yəni hər hansı bir gübrəni verdim. Ümumi hektarın sahəsi 10.000 kvadrat metrdir. Amma damlatıcılar ki var ha, o damlatıcıların təsir eləyə biləcəyi ümumi torpaq həcmi, yəni 10.000 kvadrat metrdə həmin hissəni çıxsaq, təxminən 12% torpaq deməkdir. Yəni 12% torpaq o deməkdir ki, 12 sot, elə bir 120 kiloqramı, 100 kiloqramı, 50 kiloqramı, 10 kiloqramı hər nədirsə, bunu mən 12 sota tətbiq elədim. Çünki həmin gübrənin gördüyü nöqtə konkret olaraq 12 sot torpaqdır. 12 sotdan yuxarı deyil, hələ maksimum 12 sot. 12 sotdan artıq deyil də yəni. Bu 12 sota əgər mən 25 kiloqram maf verirəmsə, bu mafın pH-ı aşağı salmaq qabiliyyəti var da, yəni bilirsiniz hər halda. Və yaxud hər hansı bir fərqi yoxdur da, nə bilim, digər bir gübrə, və yaxud hər hansı bir turşudan söhbət gedir, və yaxud hər hansı duz parçalayıcıdan söhbət gedir. Yəni mən bunu hektarın normalsını 12 sota verirəm. Orada konkret bir nöqtədən gedir, bir nə bilim 10 litrlik bir həcmdə torpaqdan gedir. 10 litrlik bir həcmdə torpağa 5 qram maf verdim. Bu hektara 300 kiloqram maf deməkdir. Başa düşürsünüz nə deyirəm? Yəni 10 kiloqramlıq bir həcmdə yerə mən maf verirəmsə 10 qram, 5 qram. Bu hektara 300-500 kiloqram maf deməkdir. Hektara əgər hesablansa 300-500 kiloqram maf deməkdir. Yəni bu 300-500 kiloqram maf torpağın pH-ına təsir eləyə bilmirmi? Və yaxud hər hansı bir organik maddə verirəm. Torpağın organik maddəsi aşağıdır. Torpağın organik maddəsi aşağıdır. Yəni bu yanaşma doğru bir yanaşma deyil, sən torpağa ümumi yanaşa bilməzsən axı. Sənin çünki indi müasir elmlərdir. İndi ümumiyyətlə Azərbaycan ədəbiyyatlarının heç biri konkret olaraq intensiv damlama aid bağların torpağında gedən reaksiyaları ehtiva eləmir. Çünki həmin ədəbiyyatlar ümumi torpaqda gedən reaksiyaları əks etdirir özündə. O öyrənilib bu günə qədər. Artıq müasir elmlər tələb edir ki, yəni lokal nöqtədə baş verən reaksiyaları öyrənmək. Lokal nöqtəyə tutaq ki, mən hektara 2 litr və yaxud 3 kiloqram, mən normativ 3 kiloqram deyirəm, çünki hesablayıram lokal nöqtələrə görə 12 sot ərazidir. 12 sotada 5 kiloqram, 3 kiloqram qumat bəs eləyir. Yəni, eyni zamanda o elə hesablanmır, verilən fosfora görə hesablanır. Organik maddənin miqdarı, tamamlayıcı miqdarı, organik maddə hər neçədirsə, onu verdiyin fosfora uyğun olaraq tamamlayıcı miqdarı təyin eləməlisən ki, həmin fosforun mənimsənilməsində rol alsın, mənimsənilməsində sənə faydalı olsun. Yəni, bu da hektara 3 kiloqram qumat verdin və yaxud bir damlamadan 3 kiloqram qumat verdin damlamayla və yaxud hektara, nə bilim, təxminən 55-75 kiloqram arası qumat verdin. Bu deməkdir. Yəni, konkret onun lokal nöqtədəki fəaliyyəti o deməkdir. Yəni, bunu torpağın organik maddəsi aşağıdır deməklə olmur axı. Yəni, götürüb klassik ədəbiyyatları açıb oxuyursunuz, ona uyğun olaraq mövzuya münasibət bildirmək istəyirsiniz. Axı, biraz da faktiki gözümün qabağındakı ilə düşünməliyəm axı. Nasıl ədəbiyyat yazıb? Ədəbiyyat yazıb da, ədəbiyyatdır da, onun yazılma səbəbi fərqlidir, onun yazılma dövrü fərqlidir, onun yaranma dövrü də fərqlidir. Həmin dövrdə heç ümumiyyətlə damlama sistemi o qədər inkişaf eləməmişdir və s. və ilax. Yəni demək istədiyim, lokal nöqtəyə mən 300 kiloqram, 200 kiloqram hər hansı bir gübrə verirəmsə, o gübrənin təsir qabiliyyəti, onun torpaqdakı mühitə mi təsiri mi deyim, duzluğa mı təsiri mi deyim, pH-a mı təsiri mi deyim, hər nəyə konkret olaraq həddən artıq fərqli bir üsullarla hesablanmalıdır. Yəni onu götürüb klassik üsullarla hesablamağınız səhvdir. Bu səhvi paylaşmağınız iki səhvdir.
Yəni mən də demək istədiyim odur ki, bir səhv eləyir, iki səhvdən işiniz yoxdur da. İki səhv daha ciddi fəsadlara gətirib çıxardır bağlarda. Başa düşdür? Yəni adi bir də o lokal nöqtədəki mikroorqanizma mühiti var da. O lokal nöqtəyə heç bir halda icazə verilmir ki, heç bir halda icazə verilmir. Heç bir ədəbiyyat, heç bir alim, heç bir müəllim, heç bir şagird belə, şagird potensialındadır. Yəni orta səviyyəli şagird də belə ağlı ilə, düşüncəsi ilə deyə bilməz ki, sən ora yüksək doza turşu verginən. Çünki o lokal nöqtəni məhv edirsən. Çünki həmin turşu ilə həmin lokal nöqtənin anasını ağladırsan. Sonra ora verdiyin minerallar kristallaşmaqdan başqa bir işə yaramır. Yəni o bitkiyə mənimsənilmə qabiliyyəti sıfıra enir. Sənin verdiyin orqanik maddəni belə orada yandırırsan. Yəni o dalıca verdiyin hər hansı bir orqanik maddəni belə orada yandırırsan asitlə. Demək istədiyim, bunlara diqqətli olmaq. Başqasına məsləhət vermək üçün isə düşünməliyik. Mən bu məsləhəti vermək potensialındayam mı, yoxsa yox? Buna biraz düşünmək lazımdır, sonra bu məsləhəti vermək lazımdır. Çünki başqası pulunu hamardan tapmayıb da, yəni əziyyətlə qazanır. Bir şəkildə istəyir ki, təsərrüfatında problem az olsun. Daha durduq yerə niyə problem yaradır?